Yerdə qaz verirlər. Güclü qar avtomobil yollarında çətinlik yaradıb. Hazırda biz Baş-Şamaxı-Yevlax yolunun həm Ağsu, həm də İsmail istiqamətlərində olan yol ayrıcındayıq. Ən kritik nöqtə bura hesab olunur. 100-dən çox avtomobil bu nöqtədə çətinlik çəkib və yolda qalıb. Qeyd edək ki, əraziyə dövlət yol polis əməkdaşları cəlb olunub. Hazırda bu nöqtədə postlar da quraşdırılır. Ağdaş rayonuna gedirəm. Hal-hazırda yolda vəziyyət belədir, çıxmaq olmur. Biraz dirənifli yol. İndi inşallah kömək gələr, çıxarıq. Şinlər təmiz olmalıdır, təz olmalıdır. Onsuz da yol polisləri yolda məlumatlandırdılar ki, şinləri pis olanları buraxmadılar bu yola. Xaric hissəsində qar yağıb, çox yağıb da. Yəni ki, düşmə olmadı, qalxma da olmadı. Yəni maşınlar sıxdır. Çətin xaric hissəsidir, qar çoxdur, maşınlar çoxdur, yolda qalanlar da var. Təmizləsələr yaxşı olar da. Traktorlar var ya, təmizləyirlər, yəni azdır. Salam, hər vaxt xeyir olsun. Polis kapitan Həsənov. Sizin təkərləriniz də mövsüm uyğun deyil. Qabaq təkərləriniz də çəkmir, arxa təkərdir sizdə. Ona görə zəhmət olmasa, siz digər alternativ yollardan istifadə edin. Hara getmək istəyirsiniz? Oğuza, siz gedin, Ağdaşın içindən hərəkət edin. Çıxın digər yolla, yəni təhlükədir sizdən ötürü bu yol. Biz Bakıdan çıxdıq, gəlirdik. Yolda deməli polis bizə bildirdi ki, bəs yollar çox bərbad vəziyyətdədir. Biz də daha gəlmişik ki, sürmək mümkündür. Heç kimə də məsləhət görmürük. Bu havada elə evdə otursalar yaxşıdır. Məcbur geri qayıtmalı olmalı. Təxminən bir 100 dənə, 100-ə yaxın maşın burada qalıb. Hamımız belə də qalmışıq burada.